Ağcabədi rayonunun Sarıcalı kəndinin bir hissəsində yaşayan sakinlərə su verilmir. Onlar deyirlər ki, kəndin bir hissəsini içməli və təsərrüfat suyu ilə təmin edən arteziyan quyusu bir aya yaxındır işləmir. Ayın birindən bizim suyumuz yoxdur. Burada da ki bir yerdən bir miskan su yoxdur. Ancaq işlədəcəyimiz, düşvəndə də içəcəyimiz su da budur. Araba da qapının ağzında, əl arabasında mən apres olmuş adam su daşıyıram axşama kimi. Sakinlər bildirirlər ki, əslində arteziyan quyusu istismara tam yararlı vəziyyətdədir. Amma kəndin icra nümayəndəliyindən onlara deyilib ki, kənddəki digər arteziyanların suyundan istifadə edənlər borclarını ödəməyiblər. Buna görə də onlar borclu olanların da əvəzinə ödəniş etsinlər. Sakinlər bildirirlər ki, onlar hazırda fəaliyyətini dayandıran arteziyandan 2016-cı ilin dekabr ayına qədər sərf olunacaq suyun ödənişini qabaqcadan ediblər. Əllərində qəbzlər də var. Bizim kəndimizin dediklərinə görə 5000-dən artıq su borcu var, işıq borcu var. Bizim artizan hamısını ödəyibdir. O borçları müəyyən artizanların, o pul verə bilən miqdarda olan artizanların üstünə yükləyirlər ki, ümumi borc tarazlaşsın. Ümumi borc tarazlaşsın. Bax budur, məqsəd budur. Onu da biz nəyə görə verməliyik ki? Sarıcalı kənd icra nümayəndəliyindən isə bildirilir ki, sakinlərdəki qəbzlər məsələni həll etmir. Onların borcları var. Yalnız borclar ödəniləcəyi halda onlara su verilə bilər. Elmir Həsənov, Daşqın Abdullayev, Ramin Ələsgərov, Ağcabədi.